Bu çəki verməkdir. Bu isə yağ yandırmaqdır. Fərqi nədir? Çəki vermək bədən çəkisinin azalması deməkdir. Yağ yandırmaq isə bədəndəki yağ faizinin azalmasıdır. Bu kardiodur. Bu isə ağırlıq məşqidir. Fərqi nədir? Kardio əsasən dözümlüyü və ürək damar sağlamlığını inkişaf etdirir. Əlavə kalori sərf etməyinizi təmin edir. Ağırlıq məşqi isə gücü və əzələ kütləsini artırır. Bu çox oynaqlı hərəkətdir. Bu isə izolyasiya hərəkətidir. Fərqi nədir? Çox oynaqlı hərəkət eyni anda bir neçə əzələ qrupunu işlədir. İzolyasiya hərəkəti isə əsasən bir əzələ qrupunu hədəfləyir. Bu zülaldır. Bu isə karbohidratdır. Fərq nədir? Zülal əzələlərin qurulmasına və bərpasına kömək edir. Karbohidratlar isə məşq və gündəlik fəaliyyət üçün enerji verir. Bu bədən kütlə indeksidir. Bu isə bədən yağ faizidir. Fərq nədir? Bədən kütlə indeksi çəkini boya görə qiymətləndirir və insanın çəkisinin boyuna uyğun olub-olmadığını göstərən göstəricidir. Bədən yağ faizi isə bədənin nə qədər hissəsinin yağdan ibarət olduğunu göstərir. Bu kaloridir. Bu isə qida maddələridir. Fərq nədir? Kalori bədənə enerji verir. Qida maddələri isə böyüməni, bərpanı və ümumi sağlamlığı dəstəkləyir. Bu bodybuildingdir. Bu isə powerliftingdir. Fərq nədir? Bodybuilding əzələ həcmi və görünüşün inkişafına fokuslanır. Powerlifting isə maksimum güc göstərməyə yönəlir. Bu kreatindir, bu isə proteindir. Fərq nədir? Kreatin intensiv məşqlər zamanı əzələlərə əlavə enerji verir. Protein isə əzələlərin böyüməsi və bərpası üçün lazım olan əsas qida maddəsidir. Bu deadliftdir, bu isə rumen deadliftidir. Fərq nədir? Deadlift hərəkəti ağırlığın yerdən qaldırılması ilə başlayır. Rumen deadlifti isə ayaq üstə vəziyyətdən başlayır və daha çox arxa bud əzələlərini işləyir. Bu sadə karbohidratdır. Bu isə mürəkkəb karbohidratdır. Fərq nədir? Sadə karbohidratlar daha sürətli həzm olunur. Mürəkkəb karbohidratlar isə daha gec həzm olunur və daha uzun müddətli enerji verir.